Axşamınız xeyir əziz izləyicilər, xanımlar və bəylər. Yeni bir oyunla qarşınızdayıq. Oyun çox maraqlı oyundur həqiqətən də. Yəni bu oyunu mən 2016-2017-ci illər ərzində oynamışdım. Onda Sea Battle bu birinci versiyası var idi. Eyni oyundur, yəni ikincisi də eynidir. Oynadım. Çox maraqlı, həqiqətən də çox maraqlı oyundur. Yəni bunu oynayıb baxa bilərsiniz. Baxın, gördüyünüz daxil olduq. Bax, belə bir oyundur. Play düyməsinə əlavə eləyib, burada deməli, baxın, online var. Bunu bu hissəni oynamamışam. Eyni şeydir, yəni fərqi yoxdur. İstəyir online olsun, internet lazımdır online üçün. Yəni belə deyək, turnuva oynaya bilərsiniz. 3 bölümdən ibarətdir. Yəni yarı final və final oyunlarıdır. Bunu da öz dostlarınızla online vasitəsilə, buluduzla və yaxud evdə oturaraq adınızı yazaraq axtarış eləməklə oynamaq olar. Baxın, bir online oynayaq, baxaq şuraya. Oyunda bəli, bir oyunun reklamlar var. Bir oyunu udub qutarandan sonra reklam gəlir. Yəni belə, amma reklam yox kimi bir şeydir. Yoxlayaq deməli. Bax, bir var belə versiyası bu oyunda. Deməli, bax, məbləğlər də fərqlidir. Yəni yollar açıldıqca məbləğ qalxır. Çox gözəl oyundur. Bu versiya nədən ibarətdir bildirim. Burada yəni əlavə vertolyotdur, qırıcılardır, belə şey, amma bu yəni ona ehtiyac yoxdur. O oyunu mənasız eləyir. Ən yaxşısı klassik modu var burada. Klassik modu oynayaraq istədiyiniz məbləği seçib oynamaq olar, fərqi yoxdur, eyni şeydir. Belə. Daxil olaq. Deməli, oyun gördüyünüz bu hissədən ibarətdir. Baxın, yəni bildiyiniz riyaziyyat kağızıdır. Belə bir şeydən ibarətdir. 100 dənə içində, yəni kub var. 100 dənə kub. Bu gəmiləri yerləşdiririk. Yəni gəmiləri yerləşdirmək üçün baxın, üstünə vurub fırlada bilərsiniz, fərqi yoxdur. Burada deməli gəmiləri yerləşdirəndən sonra onun bir maraqlı bir yer oradadır ki, baxın, mən sizə göstərəcəm gəmilər. İndi hərə öz taktikana uyğun gəmiləri yerləşdirib oynaya bilər. Tak belə. Bunu da bırakırıq. Bu da burada. Belə bir şey yoxlayaq, görək necə olur. Aha. Deməli, bu hissə rəqibin hissəsidir. Biz onun gəmilərini görmürük. Biz ancaq öz gəmilərimizi görürük. Baxın, yəni gördüyünüz kimi. Biz indi çalışacağıq ki, burada onun gəmisini vuraq, oyunu udaq. Bütün gəmiləri vurandan sonra oyun qutarır. Çox gözəl oyundur. Birini vurduq. Yəni bu oyun hardasa 15% şans oyunudursa, 75% yəni biz beyin işlətmək lazımdır, taktika işlətmək lazımdır.
Yenə bildirdiyim kimi, görsənməyən hissə rəqibin olan hissəsidir. Hansı biz gəmiləri görmürük. Rəqib də bizim gəmiləri görmür. Ancaq özümüz görə bilirik. Rəqibin bir gəmisini vurduq. Bu yəqin ki, yekə bir gəmidir. Bəli, yekə bir gəmidir. Tak. Boşa getdi. Deməli, buradan başlayaq. Bir dənə bunu yoxlayaq. Əla. Bunları yoxlamaq lazımdır. Gözəl. Bunları da yoxlayaq. Bu da gözəl. Bunu da yoxlamaq lazımdır. Hardasa kağız üzərində rəqibin çox ciddi üstünlüyü var. 3 dənə gəmimiz qalıb. Qələbəyə çox yaxındır. Çox. Ama her şey olabilir. Baxın, böyük gəmiləri tapmaq asandır. Amma əsas oyun bu balaca gəmilər ki var. 4 balaca, 2 damalı, 2 dənə 3 damalı, 1 dənə 4 damalı gəmi olur oyunda. Yəni oyun bundan ibarətdir. Burada bəzi taktiki gedişlər. Bir gəmimiz qaldı. Vuracaq. Ümid edirəm ki, onu tapana qədər biz də öz işimizi görərik. Rəqibi peşman edərik. Məncə balaca gəmilərdən biri nə qalıb burada? 2 dənə, 3 dənə, 3 xırdaca toplar qalıb. Bir dənə buranı yoxlayaq. Əla. Bir dənə də buranı yoxlayaq. Buranı da yoxlayaq. Görək nə olur. Və qələbə bizimdir. Baxın, yəni çox qabaqdaydı. Baxın, yəni belə bir reklam gəlir. Düz, yəni xırda bir reklamdır. Bir oyun daha da oynamaq olar. Görək. Yəni oyunun içində müəyyən hissələr var. Onları göstərməyəcəm çünki mənasızdır. Sadəcə indi oyunu tapana qədər biraz axtardım, elədim. Artıq şeylər çoxdur. Yəni reklama baxıb pul qazanmaq, belə şeylər. Bunlar heç təbii olan şeylərdir. Əsas odur ki, yəni oyun bir oyun, yəni əsas buna ibarətdir. Yenə deyirəm, yəni burada yollar fərqlidir. Qiymətləri qoyub oynamaq olar, eyni şeydir.
Aha, bir də deməli bir oyun oynayaq. Baxın, yəni gəmimizi özümüz də yerləşdirə bilərik və yaxud avtomat qoyub yerləşdirə bilərik. Fərqi yoxdur. Sadəcə olaraq, yəni bu standart verdiyinə görə yaxşı olar ki, özümüz yerləşdirək. Məncə ən yaxşısı budur. Aha, bir oyunda oynayaq. Bu su döyüşləri oyunudur, belə deyək. Yəni burada olsun gəmilərdir, ancaq yoxlayaq. Başlayaq görək necə olur, necə olur. Belə işlər. Yəni buranı da yoxlayaq. Künclərlə qutaraq. Yəni belə oyuna baxanda çox asan görsənə bilər, yəni amma çox həqiqətən də vaxtını gözəl keçirənlər üçün təbii ki, yəni bir oyunu çox oynayanda adam yorulur, söhbəti yox. Baxın, yəni böyük gəmi bir dənə böyük gəmidir. Yəni 4 damadan ibarətdir. 2 dənə 3 damalı gəmidir. 3 dənə 2 damalı, 4 dənə 1 damalı. Yoxlayaq. Yəni böyük gəmini tapmaq asandır. Yəni damalara baxaraq böyük gəmini tapmaq asandır. Yəni işin əsas hissəsi düz indi təsadüfi vurub xırda damalı gəmini tapa bilmək olur. Amma yəni axıra qalanda onu tapmaq çətindir. Çünki tapa bilmək olmur hansındadır. Həm də gəmilər baxın bir-birinə yaxın gedə bilmir. Hamısının arasında bir sətir var. Ara məsafəsi. Yəni onu da fikirləşmək lazımdır ki, gəmi gəminin yanında ola bilməz. Aha. Baxın, bunu boşaltdım. Bu çox güman ki, bax təsadüfən bir təş zəmini vurdu. Bu yəqin ki, burada samalıdır, bəli. Burada getdi. Bax, təsadüfi vurdum, bəli. O, təsadüf deyirlər. Burada heç nə çıxmadı. Yoxlayaq. Belə işlər. Hardan başlayaq? Buranı da yoxlayaq. Elvin qardaşımıza buradan salam deyirəm. Elvin ayaqları yaxın bir mənim dostum var, qardaşım var. Deməli, Dəmirorda yığışırıq axşamlar. Dedim ki, Elvin, belə bir oyun var, gəl bir online oynayaq. Bəyəndi, xoşuna gəldi. Uduzludur, yəni uduzmağın uduzludur. Həmişəki kimi. Nesi var? Uduza öyrənər. Baxın, yəni mən gəmilərimi bir tərəfə yığmışdım. Düz, yəni bu riskdir, söhbəti yox, amma
Bir tərəfi boş saxlamışdım. Bu da bir taktiki gedişdi, belə deyək. Məğlub olduq. Olsun. Yaxşı oyuncu uzmalıdır, bacarmalıdır, belə bir söz var. Ama reklamlar olmuyor da, bu oyunlarda bu reklamlar olmuyor. Bir oyunda oynayaq. Bir oyunda oynayaq. Beraberlik olduğuna göre bir oyunda. Yani bu online. Bunu online oynanılır. Əsas burada yəni rüstardır. Yəni məncə onu da rüstarındır. Çünki rüstar burada çoxdur. Avtomata vuraq. Görür nə göstərir. Bunu belə qoyaq. Bunu da bura qoyaq. Yerləşdirək gəmilərimizi. Ortanı boş saxlayaq. Ukrayna, Rusiya vətəndaşları daha çox oynayır bu oyunu. Yəni çalışın eyni taktikayla oynamayın, tez-tez sistemi dəyişin. Baxın, yəni ortanı boş saxlamışam, o nə qədər boş atışlar edir, amma sistemi tapsa artıq yəni qələbə onun olacaq. Çünki biləcək ki, hamısını qırağı etmişəm, baxın, yəni gördüyünüz kimi.
Hem de bu buradadır. Galiba bizimdir. Aha, bakın gördük. Orta boş idi. Nə qədər məndən üstün idi, amma xeyri olmadı. Reklamlardakı olmadı bu reklamlar. Cəzanı seri qarşı izləyicilər. Sizə bu gözəl oyundan yükləyib oynamağı, zövq almağı məsləhət görürəm. İnşallah paylaşın, videonu paylaşın, like verməyi unutmayın. Gecəniz xeyirə qarşı. İnşallah gələn həftə Qarabağımız oynayır. 6-cı bazar günləri Chelsea-nin Milanın oyunları var. Hamı yorulurlar. Özünüzə yaxşı baxın.